Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme əcil vəliyyekel fərəc. Bildiyiniz kimi, alimlərimiz qeybətə müxtəlif təriflər dedilər. Məqasid kitabının müəllifi mərhum Şeyx Murtəza Ənsari buyurdu, qeybət odur ki, bir insan günah eləyə və o günahı gizli ola, digər insan onun o gizli günahını aşikar eləsə, bu qeybətdir. Və buyurdu, neçə dənə rivayət həmən bu ehtimalı dəstəkləyir və o rivayətlərdən neçəsini keçən dərsdə oxumuşuq və bu gün də oxuyuruq. O rivayətlərdən biri Həsənətu Əbdurrahman İbn Səyyabə və İbn Haşim. Əbdurrahman İbn Səyyabə şəxsin Həsənə rivayətidir. Bu Həsənə niyə olubdur rivayətdir? İbn Haşim çünki bu ravilərin içindədir. Ona görə buna Həsənə rivayət deyirlər. Ümumiyyətlə, nəyə görə Həsənə deyirlər? Çünki rivayəti nəql eləyən ravilər adil olanda ona deyirlər rivayət səhihdir. Amma o ravilərin içində əgər bir ravi mədh olunsa, tərif olunsa və lakin o tərif ədalət həddinə çatmasa, o rivayətə deyirlər Həsənə. Yəni, rical elmində əgər bir ravi qeyd olunub, əgər bir ravi mədh olunsa, buna deyirlər məmduh, tərif olunsa, amma tədil həddinə çatmasa və o rivayət nəql eləsə, buna deyirlər rivayət-i Həsənə. Yəni, burada da İbn Haşim mədh olunubdur, məmduhdur. Çünki mədh olunub, tərif olunub və bu ravilərin içindədir, bu rivayət olub Həsənə. Ona görə mərhum şeyx buyurur və Həsənətu Əbdurrahman İbn Səyyabə və İbn Haşim. İbn Haşimlə bu rivayət Həsənə olubdur. Qalə, ravi deyir ki, qalə səmi'tu Əba Abdillah. Rivayət budur ki, buyurur, mən eşitdim İmam Sadiq əleyhissalamdan. Yəqul, Həzrət buyurdu, Əl-qeybətu ən təqulə fi əxikə ma sətərəhullah əleyhi. İmam Sadiq buyurur, qeybət odur ki, sən öz mömin qardaşının haqqında bir söz deyəsən, aşikar eləyəsən, sətərəhullah əleyh. Allah onu gizlətmişdir. Allah o mömin qardaşının
o pis əməlini gizlətmişdi, amma sən gəldin, onu aşkar elədin. Bu qeybətdir. Bax, görürsünüz, burada rivayət o qeybətə deyilən tərifin uyğun oldu, təriflə uyğun oldu. Necə ki, mərhum şeyx buyurdu ki, qeybət odur ki, insanın gizlin günahını, gizlində elədiyi günahı aşkar eləyəsən, bəs burada da rivayət ondan uyğun oldu. İmam da buyurdu, Allahın gizlətdiyi o günahı sən mömin qardaşının haqqında aşkar eləyirsən və onun abrısını aparırsan. Və əmməl əmru zahir fihi. Amma bir işi ki, o mömin qardaşının haqqında zahirdir, gizlin deyil. Mislul hidə. Məsələn, o mömin qardaşının zahirdə olan xüsusiyyətləri biri tünd xəsiyyətlik. Bizdə deyirlər filan kəs tünd xəsiyyətdir. Vəl-əcələ ya tələskənlik. Bunlar hamısı sifətdir insanda. Adam var, tələskən adamdır, tələsir ki, tünd xəsiyyətdir. Bunlar da, məsələn, sifətdir insanda. Amma aşikardır. Hamı bilir ki, filan kəs tələsən adamdır, ya filan kəs tünd xasiyyət adamdır. Onları demək fəla, qeybət deyil. Niyə? Çünki bu gizlin deyil, bu aşikardır. Düzdür, bəziləri deyiblər ki, bunu da demək haramdır, amma qeybət cəhətindən haram deyil. Yəni, qeybət olaraq haram deyil. Bu, başqa cəhətdən haram ola bilər. Məsələn, sən bunları zikr eləyəsən, o adam narahat olar. Məsələn, desən ki, filan kəs tünd xasiyyətdir, tələskən adamdır, bunu desən, mümkündür, o şəxs narahat olar. O da ki, İzaul mümin, möminə əziyyət eləmək, mümini narahat eləmək, bu cəhətdən haram ola bilər. Amma qeybət cəhətindən haram deyil. Çünki qeybətin tərifi burada yoxdur. Qeybətin tərifi budur ki, şəxs günahı eləyə, gizlin eləyə, məstur ola. Vəl-buhtanu ən təqulə fihi ma leysə fihi. Həzrət buyurdu, amma böhtan nədir? Böhtan budur ki, öz mömin qardaşının haqqında bir sözü deyəsən ki, halbuki leysə fihi, o onda yoxdur. Məsələn, onun eləmədiyi bir işi desən, o da qeybətdir və böhtandır. Hər ikisidir. Yəni, buna deyirlər böhtan, yəni olmayan bir şey. Qeybət isə odur ki, onda var o şey. Lakin gizlidir, sən onu aşikar eləyirsən. Bu da 3 ya 4-cü rivayət edir ki, mərhum Şeyx Murtəza Ənsari gətirdi və buyurdu, qeybətə deyilən təriflə uyğundur. Bu rivayətlər də müəyyiddir, dəstəkləyir o tərifi. Və hazihil əxbar kəma tərə sərihətun fi etibar qovnu şey qeyru münkəşəfin. Bəs bu rivayətləri siz gördünüz, biz oxuduq. Bu rivayətlər aşikardır. Nədə aşikardır? Bunda aşikardır ki, qeybət odur ki, mömin qardaşının haqqında bir söz deyəsən ki, bir iş deyəsən ki, o qeyri-münkəşəfin, o aşikar deyil, o gizlindir. O onu gizlin eləyir. Bu rivayətlər aşikar şəkildə
qeybət olmaqlığı, yəni o qeybət, ona qeybət deyilməsində şərt budur ki, gərək o əməl gizlin olsun və gizlin olduğu təqdirdə sən onu aşkar eləyəsən. Və yuayyidu zalik ma fis-sihah və eyni zamanda qeybətin tərifi bu cür olmaqlığına dəstək verən sihah lüğətidir. Cövhəri sihah lüğətində qeybətə tərif deyibdir və o tərif də bizim bu dediyimiz təriflə müvafiqdir, uyğundur. O tərif nədir sihah lüğətində? O budur. Min ennəl qeybə ən yətəkəlləmə xəlfə insanin məsturin bima yəğunmuhu ləv səmiə. Cövhəri sihahda buyurub, qeybət odur ki, bir insanın dalıca danışasan, bir söz deyəsən, o gizlindir, məsturin, yəni o şəxs onu gizlin eləyibdir, sən gəlib onu aşkar eləyəsən. Bema yəğunmuhu ləv səmiə. Əgər o şəxs eşitsə ki, sən onun arxasıca bu sözü demisən, özü də narahat olacaq, özü pis olacaq ki, niyə mənim dalımca bu sözü demisən? Fəin kanə sidqən summiyə qeybə. Buyurur, əgər o şəxsin dalıca deyilən söz düz sözdürsə, məsələn, misalımız budur ki, deyəsən filan kəs oğrudur. Elə həqiqətdə əgər oğrudursa, məsələn, gizlin oğurluq eləyibsə, onda summiyə qeybə, bu qeybət adlanar. Yəni, buna qeybət deyərlər. Və inkana kizbən, yox, əgər o şəxsin arxasınca söylənilən söz yalandırsa, yəni həqiqətdə o şəxs o işi görməyibdir, summiyə buhtanən, onda bu böhtan hesablanır. Buna deyənlər, bu böhtandır. Bu da haramdır, o da haramdır. Hər ikisi haramdır. Elhamdülillahi Rabbil aləmin.